Goranboy rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsinin baş vermə səbəbinə dair ehtimal irəli sürülüb. Gəncə Xəbər Daxili İşlər Nazirliyindən verilən məlumata görə iyunun 18-i saat 13:00 radələrində Goranboy rayonunun Səmədabad kəndi ərazisində 73 yaşlı Səməndər Cəfərovun idarə etdiyi Vaz 2107 markalı avtomobil əks istiqamətli hərəkət zolağına çıxaraq həmyerlisi 86 yaşlı Şahbaz Qarayevin idarə etdiyi Vaz 2106 markalı avtomobillə toqquşub. Ehtimallara görə hadisəyə Səməndər Cəfərovun sükan arxasında yuxulaması səbəb olub. Qeyd edək ki, qəza nəticəsində Şahbaz Qarayev, eləcə də Səməndər Cəfərovun sərnişini Rıza Qasımov hadisə yerində həyatlarını itirib. Sözügedən yol nəqliyyat hadisəsi zamanı Vaz 2107 markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması ehtimal olunur. Faktla bağlı araşdırma aparılır. Baş Dövlət Yol Polisi İdarəsi yorğun, yuxusuz və ya səhhətində problem olan şəxslərin sükan arxasında əyləşməsi səbəbindən dəfələrlə ağırlıq dərəcəsi yüksək olan yol nəqliyyat hadisələrinin törədildiyini bir daha təəssüflə qeyd edir. Sürücülərə müraciət edərək onları belə hallardan çəkinməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına biganə yanaşmamağa çağırır. Daxili İşlər Nazirliyindən bildirilib.